Biz bilirik ki, bu bidətçinin qeybətini eləmək icazəlidir. Bu bidətçinin qeybətini eləyən bəzi qardaşlar, görürsən ki, dillərini öyrətdilər, sələfi qardaşların qeybətini də eləyirlər. Hətta böhtan atılır belə. Baxırsan ki, hər iki tərəf sələfidir, amma böhtan atılır, qeybət və nəmmamlıqla başqa qardaşlar bir-birinə girir. Yəni, bu barədə qardaşlara nəsiyyət, ya nə vaxt böhtan olur, nə vaxt qeybət olur, bu barədə bir xatırlama, Allah sizə bərəkət versin. Ya bilirsiniz, təbii ki, qeybət haramdır. Böyük günahlardandır, böhtan da böyük günahlardandır. Peyğəmbər sallallahu aleyhi ve sellem o vaxt ki, eşidəndə ki, sahabələr dedi ki, qeybət nədir? Mömin qardaşların arxasında danışmaq ki, o eşitsə xoşu gəlməz ki, sən danışsan. Vaxt Peyğəmbər sallallahu aleyhi ve sellem dedilər ki, rastla birdən biz dediyimiz düzdürsə qeybətdir, düz deyilsə böhtandır. Yəni, hər iki halda çıxış yolu yoxdur da, çıxış yolu yoxdur. Sadəcə şəriət 6 halda, necə alimlər buyurub, 6 ola bilsin çoxdur, lakin 6 qeyd olunur. Nəvavi, rahiməhullah, deyir 6 dənə hal var ki, qeybət sayılmır. Onlardan da biri bidətçidən danışmaq. Lakin bidətçidən danışmaq bidətindən, şəxsisindən yox. Bir şəxsdən də danışmaq. Məsələn, fikir verirsiniz, biz danışanda ancaq zəlalətlərindən danışırıq, çəkindirik. Amma qaldı ki, şəxsi işlərində biz qarışmırıq. Onda qeybət olacaq. Onda qeybət olacaq. Dini məsələdə, əgər adam təkfirçidir, xavaricdir və ya onlara meyillidir, o cün gizlədir, onlara meyillidir, onları dəstəkləyir, onlardan çəkindiririk. O qeybət deyil. Aydındır. Amma onların şəxslərindən danışsaq ki, başlayacaq böhtan atma, olmaz böhtan. Yalan danışma olmaz kimdənsə. Zənnən olmaz danışma. Allah subhanətlə buyur ki, bəzi zənnlər günahdır.